Əslində Nağıyev rolunu mənə verəndə mən sevinmişdim. Çünki Nağıyev həqiqətən mənə görə Tağıyevdən daha maraqlı personajdır. Yəni çəkildiyim film yoxdur. Filmlər çəkilir, mən yoxam hələ ki. Həm oynamaq, həm də ikinci rejissor hər şeyə çatmaq, qaçmaq, həm uşaqlarla işləmək, onu eləmək, bunu eləmək çətin idi, amma eyni zamanda maraqlı idi. Yaxşı, get tez çörəyi biz başqa səhnə çəkirik. Get iyi gəl. Aktyor kimi mən ümumiyyətlə özümə baxmağı çox sevmirəm. Özümə baxanda çox şey oluram ki, düz eləmədim. Bu həqiqətən belədir ki, pul ən yaxın dostları belə, doğma qardaşı da belə bir-birinə düşmə eləyə bilər. Şərikli mal bir şeydir. Mən başa düşürəm ki, yəni daha çox aktyor texnikasını, aktyor bacarıqlarını sərgiləyə biləcəyin obraz olsun ki, belə gəlib olanda ondan çıxmaq olmur da, yəni. Necə sən bu filmdə yoxsan? Deyirəm, başa düşmürəm, olmalıydı ki. Sən bütün filmlərdə varsan da, deyirəm hansında baxmaqla öyrənmək olsaydı, itdən yaxşı qəssab olardı. Ssenarini oxuyursan, əgər oynamalı bir şey olmayanda adam qalırsan belə ki, ay Allah, mən burada neyniyim? Söhbətimizə keçməmişdən qabaq çəkilişdə göstərdiyi dəstəyə görə Lupa Studiyaya öz təşəkkürümü bildirirəm. Siz də bura gələrək öz videolarınızı, podkastlarınızı könül rahatlığı ilə çəkə bilərsiniz. İndi isə başlayırıq. Salam əziz izləyicilər, sizi Sinekastın yeni buraxılışında salamlayıram. Bugün maraqlı bir qonağım var. Tez-tez bütün filmlərdə göründüyü iddia edilən, amma son bir ildir demək olar ki, filmə çəkilməyən Rasim Cəfərdir qonağımız. Necəsən Rasim? Yaxşı, şükür, yaxşı. Bu arada necəsən deyirəm, çünki Rasimlə daha əvvəldən də tanışlığımız var. Ona görə istərsiniz özü məni məcbur eləyib ki, ondan səndən danışım. Necə gedir işlər? Yaxşıdır, şükür. Belə filmə çəkilməkdən vaxt tapa bilirsən başqa işlərə? Sözün düzü son dövrlər ancaq teatrla belə deyək məşğulam. Çünki film demək olar ki, yoxdur. Yəni çəkildiyim film yoxdur. Filmlər çəkilir, mən yoxam hələ ki. Son filmim səhv eləmirəmsə Tağıyev oldu. Tağıyev film oldu. Ondan sonra düzdür bir dənə qısa metrajlı film çəkmişik, amma hələ ki çıxmayıb. Yəni belə, əsasən teatrla məşğulam, yeni tamaşalar hazırlayırıq. Əslində ötən ilin sonlarından etibarən başlayan Sherlock serialı var idi. Mən, Lalə, bir də Sherlock Holmes. Orada sən belə qarşımıza çıxırdın çox maraqlı bir obrazla və belə başa düşdüm ki, o serialdan sonra uşaqların sevimlisinə çevrilmisən. O proses necə oldu? Onu keçən yay çəkmişdik. Balakəndə çəkdik. Mən, Lalə, bir də Sherlock Holmes serialı. Mən o serialda əvvəl ikinci rejissor kimi dəvət almışdım. Yəni əsas qəhrəmanlar uşaqlar idi deyə. Bu arada deyim, serial Kac Qrup Medianın istehsalıdır. İctimai Televiziyanın və Təhsil Nazirliyinin sifarişi ilə çəkilib. Rüfət Şahbazovdur rejissoru. Məni ikinci rejissor kimi çağırmışdılar. Yəni əsas qəhrəmanlar uşaqlar olduğu üçün Rüfət dedi ki, mən çox istəyirəm ki, sən ikinci rejissor olasan ki, həm də uşaqlarla işləyək, sən işləyəsən. Amma sonra kast tərəfəsində biz uşaqları axtarırdıq, filan aktyorlar seçirdik belə elə və Sherlock obrazı üçün axtarırdıq. Və sonra necə belə fırlandı, söhbət gəldi, dayandı mənim üstümdə, heç özümün də xəbərim olmadı. Yəni axırda elə oldu ki, belə deyək də, belə yüngüldüyüm saqqızıma uğradılar. Sherlock rolunu da elə bir ki, mənim öhdəmə verdilər ki, mən oynayım. Əslində çox maraqlı idi. Düzdür, çətin idi. Çünki həm oynamaq, həm də ikinci rejissor hər şeyə çatmaq, qaçmaq, həm uşaqlarla işləmək, onu eləmək, bunu eləmək çətin idi, amma eyni zamanda maraqlı idi. Çünki sonra onun belə deyək, feedback deyirlər, geri dönüşləri. Uşaqlar o qədər sevdilər serialı. Yəni mənə o qədər yazırdılar, küçədə, zətdə görəndə eləyəndə uşaqlar. Sherlock. Keçən dəfə metroda da bir dənə uşaq yaxınlaşıb ki, siz Sherlocksız, deyirəm, qucaqlayıb məni. Yəni o qədər isti münasibət göstərirlər ki, o Mixayla deyir, zəhmətimiz hədər getmədi. Yəni o yaxşıdır, xoş hisdir. Əslində mən birinci elə bilirdim ki, səni Sherlocka dəvət ediblər. Daha sonra deyiblər ki, uşaqlarla işləmək üçün. Çünki mən onu da səndən soruşmaq istəyirdim ki, uşaqlarla işləmək daha əvvəl bir təcrübən olmuşdumu, yoxsa bu birinci dəfə idi o proses? Uşaqlarla daha əvvəl mən işləmişdim bir Asifin Arxası Qibləyə filmində. Orada baş qəhrəman bir dənə uşaq idi. Ümumiyyətlə orada demək olar ki, aktyorlar yox idi. Arxası Qibləyə filmi biz onu Zaqatalada çəkmişdik. Orada ümumiyyətlə aktyor yox idi. Baş qəhrəman uşaq idi. Atası Çaxurular
kənd cəmaatı çəkilmişdi. Onlarla aktyor kimi belə deyək, mən işləyirdim. Bir də İlqar Nəcəfin Suğra və Oğulları filmində. Orada da elə bir ki, baş qəhrəman uşaqlar, oynayan uşaqlar, yəni kənd cəmaatı idi. Kənd cəmaatından seçmişdik və onlarla bir müddət mən işləmişdim. Film çəkilənə qədər mən öncədən getmişdim qabaqcadan. Uşaqları belə deyək, çəkilişə hazırlamışdım. Sonra İlqar müəllim gəlmişlər, qrupa gəlmişdi, çəkiliş başlamışdı. Yəni belə xırda-xırda təcrübəm var idi. Sonra Məryəm serialında da aktyorlarla iş üzrə rejissor köməkçisi idim, aktyorlarla işləyirdim. Yəni belə xırda-xırda var idi təcrübəm. Amma belə sırf ancaq uşaqlarla işləmək qəhrəman uşaqda bir 6 nəfər olanda çətin olur biraz. Çünki biz necə serial çəkilişi çox çətin olur. Filmdə elədir ki, yəni biraz bir balaca rahatlıq var. Serialda isə konkret vaxt məhdudiyyəti var. Və efirə getməlidir filan. Və sən o vaxt ərzində 12 seriyanı çəkməlisən. Və böyük aktyorlar olanda onlar hardasa vəziyyəti başa düşürlər, necə təcrübələri var, uzun illərdir çəkilirlər, bilirlər çəkiliş nədir. Onlarla daha rahatdır, amma uşaqlarla biraz çətindir çünki yorula bilərlər, tekst yadlarından çıxa bilər, aca bilər, bir də yuxusu gəlir, kefi yoxdur, gəl indi bu ilə danış. Yəni qınamaq da olmur çünki uşaqda biz günə nə qədər səhnə çəkirdik. Bir də hiss edirdim ki, yorulub. Ondan sonra məcbur olurdun ya belə də sığalla, biraz xoş dillə, motivasiya ilə, bir də görsən o getmirdi, biraz belə necə deyim, təsir edirdin, biraz belə əsəbləşirdin. Baxırdın vəziyyətə, bir növ hardasa psixoloq olmalısan da uşaqlarla işləmək üçün. Demirəm, mən psixoloqam. Amma onu hardasa belə hiss eləməlisən ki, bu anda ona necə yaxınlaşım ki, bu bunu oynaya bilsin, biz bunu çəkməliyik. Yəni, biraz o mənada çətindir uşaqlarla işləmək. Yəni, deyirəm, qınamaq da olmur çünki uşaqdırlar, nə deyəsin? Yorulub, yuxusu gəlir, acmışam. Yaxşı, get tez çörəyi biz başqa səhnə çəkirik. Gediyi, gəl. Belə. Özün necə dəyərləndirirsən yekun işi, uşaqlarla olan işəmdə serialın özünə? Serialın özü çox yaxşı alınıb. Yəni, yenə deyirəm, tamaşaçıların geri dönüşlərindən hiss edirsən ki, yəni alınıb. Yəni, sevilir. Uşaqlar da maraqlı oynayıblar. Mən əsas özümdən çox narahat idim. Çünki mənə görə bu Sherlock Holmes, hamımızın bildiyi Sherlock Holmes olsa da mən uşaqlar üçün Sherlock Holmes oynamalıydım. Ona görə biraz belə tərəddüd edirdim ki, mən bunu necə eləsəm uşaqlar üçün olar. Yəni, bir var bildiyimiz Sherlock Holmes, nə bilim o, Rus filmlərində gördüyümüz, sonra Benedict Cumberbatch 2 saat filan belə Sherlock. Bir də var uşaqların Sherlock. Yəni, məhz 12 yaşında Muradın xəyal elədiyi Sherlock Holmes necə olar? Yəni, onu düzgünmü oynayırdım filan, belə biraz tərəddüddə idim. Düzdür, tədricən yavaş-yavaş artıq belə deyək, reysə düşəndən sonra arxayın olursan. Amma ilk günlər biraz tərəddüd edirdim ki, mən uşağın təsəvvür elədiyi Sherlock oynamalıyam. Yəni, onu tapmaq biraz mənim üçün çətin idi. Sonra deyəsən, yaxşı, alındı. Əgər uşaqlar sevdilərsə, deməli, alındı. Belə başa düşdüm ki, sən həmişə belə özündən narahatsan. Aktyor kimi, hə, mən ümumiyyətlə özümə baxmağı çox sevmirəm. Özümə baxanda çox şey oluram ki, düz eləmədim. Kinoda mən həmişə bunu demişəm. Kinonun da o şeyi mənə xoşuma gəlir. Teatrda elədir ki, bir dəfə oynayırsan, düz oynamadın, gələn dəfə başqa cür oynayırsan. Belə hər dəfə oynadıqca o düzgünlüyü axtarırsan. Tapa da bilərsən, tapmaya da bilərsən, amma ən azından axtarmaq, belə deyək, şansın var. Filmdə isə indi məşqlərdə düzdür. Filmlərdə çox zaman filmlərdə məşqlər olmur. Çox az olur. Çox az adamlar məşq eləyir. Yəni sən özün indi rejissorla birgə ilk günlərdə nə tapdın. Və dubllarla oynayırsan. İndi sonra rejissor montajda hansı dublu götürür? O da belə sual altındadır. Və sən sonra filmə baxanda həmişə içində bir şey qalır ki, ayda bunu gərək belə oynamayaydım, başqa cür oynayaydım.
yanğımı deyim, yoxsa nə deyim, o həmişə mənim içimdə qalır ki, gərək bunu belə oynamayaydım, başqa cür oynayaydım. Ona görə film mənim üçün daha şeydir ki, bir növ necə deyim o sözü? Tam olaraq sənin nəzarətində deyil sanki. Yəni yekun qərarı sən vermirsən də nə olacaq? O heç, o mən həmişə demişəm ki, film rejissorundur o heç. Teatr aktyorundur. Çünki sən demiş, yekun qərarı sonda rejissor verir. Yəni montajda o nə seçəcək, nəyi necə düzəcək. Ola bilər ki, biz ssenarini oxumuşuq və çəkmişik. Rejissor montajda baxır, başqa cür montaj edir və başqa film alınır. Sən sonda başqa film görə bilərsən ki, mən belə təsəvvür eləmirdim. Yəni o mənada film rejissorundur. Yekun qərarı sən vermirsən aktyorlara. Teatr sənindir. Teatr deyim, mən həmişə teatrda deyirəm, rejissorlara deyirəm ki, yəni münasibətimiz olan rejissorlarda. Deyirəm, çox da eləməyin. Onsuz da premyerada siz qalacaqsınız kulis arxasında. Səhnədə biz olacağıq. Və biz neynəsək də siz kulisdə başınızı divara vursaz da bircə səhnədə. Yəni budur. Amma filmdə elə deyil. Oradan mən nəyə keçmək istəyirəm? Tağıyev filminin haqqında danışdım və orada çəkilmiş. Əslində orada sənin nisbətən epizodik rolların, epizodik də yəni bütün seriallar boyunca varsan, Ağamsan Ağayev oynayırsan və orada biraz azdır nisbətən rolun, amma belə bir sənin də çətinliyin var ki, artıq Ağamsan Ağayev haqqında müəyyən formalaşmış düşüncə var, fikir var və manera var. Özün bu problemlə necə üzləşdin və onu necə həll etməyə çalışdın? Film təbii ki, Tağıyev haqqındadır deyə bütün hər şey Tağıyevin ətrafındadır. Və orada Tağıyevdən başqa demək olar ki, bütün personajlar epizodik deməyək, belə də yan xəttlərdir, yan personajlardır. Və Tağıyevin belə deyək, inkişafına mı deyim, ya yolu getməyinə lazım olan belə də qıraqdan nəsə personajlardır. Nağıyev də onun kimi. Əslində Nağıyev rolunu mənə verəndə mən sevinmişdim. Çünki Nağıyev həqiqətən mənə görə Tağıyevdən daha maraqlı personajdır. Daha rəngarəng. Daha rəngarəngdir, daha maraqlıdır, daha kinematografikdir mənə görə. Ola bilər bəlkə də Tağıyevi biz əsl Tağıyevi araşdırsaq, bəlkə Tağıyev də maraqlıdır. Amma Tağıyev haqqında elə bir şey formalaşıb ki, mən orada kinematografik heç nə görmürəm. Yəni bu mənim fikrimdir. Yəni onu ancaq şey kimi çəkmək olar ki, Tağıyev. Bizim belə bir tarixi şəxsiyyətimiz olub. Amma bir də var kinematografik personaj kimi, bilməm fikrimi almada bilmirəm. Anladım. Yəni sən daha rəngarəng, çaları çox olan şəxsiyyətlər axtarırsan ki, onu oynamaq da maraqlıdır. Maraqlıdır. Qəlibdə deyil. Musa Nağıyev mənim üçün daha maraqlıdır. Çünki onun həyatı da çox qəribədir. Nə bilim, övladı tez rəhmətə gedib, cavan yaşda ölüb. Özü belə qəribə, təzadlı adam olub. Haqqında belə qəribə fikirlər var. Xəsis deyirlər, amma ki, xəstəxana... Adam Türkiyədə belə xeyriyyəçiliklə məşğul olub. Tağıyevdən bir yerdə eləyib düzdür. Amma Türkiyədə uşaq evinin açılmağına zadında nə qədər maliyyə buraxıb. Bakıda 98-99 indi hərə bir cür deyir. Bəzi yerdə 98 yazılıb, bəzi yerdə 97 yazılıb. Bina tikdirib. Tağıyevin demək olar ki, xeyriyyəçilik elədiyi nələr varsa, bəlkə də bir 90%-də Nağıyevin pulu var. Yəni Nağıyev hər yerdə var xeyriyyəçilik baxımından. Amma adı heç yerdə yoxdur. Amma onu xəsis deyir. Mən onu biraz araşdırdım. Özü də misal üçün Bəhayi dini ona inanıb, onu qəbul edib. Yəni bir qəribə adam olub. Mənə görə Nağıyev xəsis olub. Mən bunu neçə yerdə demişəm. İndi daha Allahdan gizlin deyil. Mənə görə Nağıyev biz sən necə adamdır? Elə bir ki, misal üçün 2 nəfər sən gəlirsən mənim üstümə pul istəyirsən. Mən deyirəm ki, atam yoxdur. Mən də puluna gəzirim, mənim pulum. Amma başqası gəlir. Ona verirəm pulu. Amma deyirəm ki, sən Allah heç kimə demə. O da gedir, həqiqətən də heç kimə demir. Kimə verməmişəm, o gedir hamıya deyir ki, əşi Nağıyev pul verəndə xəssisin biridir. Amma kimə ki verib, o deməyib. Nağıyev də özü ki pulu necə deyərlər, zülmlə, əziyyətlə qazanıb, şərə daşıyıb 5 qəpiyə. Sonra həm qəpi yığıb, həm neyinib, torpaq alıb, neft filan. Adam pulun qədrini bilib, hər adama pul verməyib.
nəyə pul verdiyini bilib. Ona görə də onun haqqında belə şey yaradıblar, xəsisdir. Amma o qədər araşdırdıqca görürsən ki, bu adamın nə qədər yerlərdə, xeyriyyələrdə pulları var. İndi filmdə bir dənə səhnə salıblar ki, Tağıyev gəlir onun üstünə pul istəyir, bu da vermir. Deyir, xəsis də Tağıyevə pul vermir. Deyirəm, yox, sən orada sözə qulaq as, gör nə deyir. Deyir, atam, mən səninlə dost qalmaq istəyirəm. Borcu. Adamın bir şeyi olub, nə deyim, bir dünyaya baxışımı deyim, bir məntiqi olub ki, bu həqiqətən belədir ki, pul ən yaxın dostları belə, doğma qardaşı da belə bir-birinə düşmən eləyə bilər. Şərikli mal bir şeydir. Tağıyev gəl buna ki, mənə borc pul ver, ya da gəl mənə bu ilə şərik girək bunu şərikini alaq. İstəmirəm də mən səninlə dost qalmaq istəyirəm. Get banyadan götür. Nə adamın bir həyat həqiqətləri var da, yəni bu qınamalı deyil. Belə başa düşdüm ki, sən oynamaq üçün Nağıyevi xeyli araşdırmısan. Amma müəyyən oturmuş bir qəlib də var. Bildim, o misal üçün həm də mənim üçün ona gəlmək istəyirdim ki, Nağıyev haqqında film var, yük filmi və orada da Nağıyev obrazını Mirzə Ağabəyli oynayıb, bizim aktyorumuz. Və hamı Nağıyev deyəndə yəni onu fikirləşirlər ki, Nağıyev. Orada onun sözü var, atam. Hətta burada misal üçün mənə deyirdilər ki, bir iki nəfər məndən soruşdu ki, o atam sözünü filmdən götürmüşsən, Mirzənin dilindən. Deyirəm, yox, Nağıyevin sözü olub. Nağıyevin dilində o kəlmə olub. Hamıya atam deyirmiş. Nağıyevin belə də araşdırdığıma görə dili çox belə qılığa girən, necə deyim belə də, şirin dilli olub da. Qurban olaram sənə. Məni bədbəxt eləmək istəyirsən. Nöş belə deyirsən. Belə pişirə hamını belə deyim də eləyib, necə deyim, işlədib mi deyim, yoxsa nə deyim, işini aşırıb. Ona görə hamıya atam, qurban olaram, belə danışırmış. O forma var idi artıq ki, yəni Nağıyev belə olmalıdır. Və o mənə biraz hardasa qorxudurdu ki, görəsən mən necə eləyəcəm ki, yəni Mirzəyə oxşamasın. Hamı deməsə ki, Mirzə Ağabəyli oynamışdı da, bunu neynirdilər ki? Misal üçün deyirəm də, yəni belə. Amma mən çalışdım biraz fərqləndirim və Zaurla da bu arada çox danışırdıq ki, mən istəyirəm biraz başqacı olsun. Deməli, biz çalışırdıq ki, mən istəyirdim ki, necəsə göstərək ki, Nağıyev xəsis olmayıb. Əslində xəsis olmayıb. Orada bir dənə səhnə var, Nağıyev gəlir, çoxlu ayaqqabılar var, içəri girmək istəyir, ayaqqabılarını yer tapamır. Qoyur oğlanın yanına, ayaqqabıları gözətçilərin yanına. Qayıdır ona pul verir. Və çoxlu pul verir. Yəni qəpik quruş yox da kağız pul verir. Oğlan nəsə eləmək istəyir, keçir geri içəri. Yəni belə bir səhnə var da, çox xırda bir şeydir. Yəni bəlkə də çox adam ona diqqət eləməyəcək. Amma mən onunla özümü eləyirdim ki, mən elədim. Nağıyev olmayıb, nə deyim, xəsis olmayıb. Bir də orada mən Nağıyevə bir dənə də söz artırmışam, elə deyil. Belə bir şey artırmışam. O məndəndir. Yəni o Nağıyevin dili, sözü deyil o, elə deyil. O da hardandır? Mənim Əlabbas müəllimin sözüdür. Bizdə mənim kurs rəhbərim rəhbətlik Əlabbas Qədirov olub. O həmişə nəsə danışırdı, başı salırdı. Sonra deyirdi, elə deyil. Deyirdi, hə, elə deyil. O elə ki, müəllimimdən qalma bir söz idi. Onu elə ki, Nağıyevə köçütdüm, belə deyək. Bu Tağıyev indi təbii ki, göstərilir, tamaşaçılar izləyə bilər ikinci hissəsini. Mən daha digər yerlərə də keçmək istəyirəm. Məsələn, Suğra və oğullarından bayaq danışdın. Ona kiçik toxunmaq istəyirəm ki, orada əslində sən orada həm uşaq aktyorlarla işləmirsən də, maraqlı ki, obrazında müəllim obrazıdır. Və müəllim obrazında da ümumiyyətlə bizdə belə bir müəllim obrazları var da, belə sənin müəllim obrazın biraz daha fərqlidir, biraz daha çox qatlıdır. İndi bu ssenaridən də qaynaqlanır. Sən özün o müəllim obrazını necə dəyərləndirirsən? Mən o müəllimi, belə deyək də, müsavatçı kimi belə götürmüşdük. İlqar müəllimlə elə danışmışdıq. Bir növ dissident kimi, yəni Sovet hökumətini qəbul etməyən müəllim. O daxilən müsavatçı kimi. Hardasa belə içimdə o his var idi ki, hətta o çəkiliş ərəfəsində belə. O
nə deyirlər ona? Kolxoz sədri idi, nə idi o? İlqar Hə, Cahangir'in oynadığı. İlqar Cahangir. Hə. Onu müəllim öldürməli idi. Maraqlı bir Hə. həll olardı. Amma orada da Amma yenə də deyirəm, yəni o filmdə görsənməyəydi ki, müəllim öldürdü. Prosta onu necəsə müəllim bilirdi ki, məsəl üçün bunu o öldürüb. Onda necəsə bəlkə də hardasa hansısa bir iştiqlə vermək olardı. O da şey kimi də, belə ruslar deyir, namyok kimi. namyok. Tam dəqiq bilinməsin ki, bu müəllim öldürüb görəsən. O daha maraqlı olardı mənə elə gəlir, amma yəni də bu ssenari düşünürlər, ssenari ssenari başqadır. Deməli bayaq biz kamera arxası danışırdıq və sənə deyirdilər ki, və sən çox filmdə görünmüsən. Mən isə belə bir şey dedim ki, bunun əsas səbəbi odur ki, sən oynadığın filmlərin hamısı yadda qalır deyə istər-istəməz elə bilirlər ki, sən hər filmdə varsan. Məsələn, sənin oynadığın bir çox filmlər var ki, onlar tələbə Oscar alan filmdə oynamısan. Elmar İvanovla Tabutçunun Yerləncəyində və çox maraqlı obrazdır. Daha sonra məsələn Torun filmi var, Kanda göstərilib, orada oynamısan. Rotterdamda göstərilən mövsümün sonunda oynamısan. Bu yaxınlarda Berlində Panoramada göstərilən Elmar İvanovun digər filmində oynamısan. Belə özünü Azərbaycan demək olar ki, ən çox həm xarici filmlərdə, həm də belə beynəlxalq festivallarda görünən 2-3 şəxsdən birisən də filmlərdə aktyor olaraq. Özünü necə dəyərləndirirsən bu məsələn festival filmlərinə baxdığın zaman, yəni ki, özünü ora mı daha çox aid hiss eləyirsən və ya bu cür filmlərdə oynamaq sənə nə qatır? Festival filmlərində oynamaq yaxşıdır, yəni çünki nəyə görə? Sonra sən əgər həmin filmlər festivallarda iştirak edirsə və sən də dəvət alırsansa, bu çox yaxşıdır. Çünki gedirsən, dünyada nə baş verir, onları görürsən, filmləri baxırsan, necə deyim, tanışlıqlar olur, kimlərlə belə ünsiyyət yaranır. Yəni çox yaxşıdır. O ki qaldı o məsələ ki, hamı mənə deyir ki, necə sən bu filmdə yoxsan? Deyirəm, başa düşmürəm, olmalıydım ki. Sən bütün filmlərdə varsan da, deyirəm hansında? Elə sənə bayaq dedim, dünən idi. Bir nəfər var, deyir ki, sən bütün filmlərdə varsan, deyirəm hansında? Deyirəm, bütün film. Deyirəm, son neçə filmə baxmısan? Deyirəm, 5-6 dənə. Deyirəm, hansında mən görmüsən bir? Heç birində. Deyirəm, bəs onda niyə deyirsən? Deyir, nə bilim, elə şey var ki, sən bütün filmlərdə varsan. Deyirəm, yoxam. Mən misal üçün Tağıyevdən bu yana, axırıncı Tağıyev olub, sonra ancaq serial Sherlock Holmes olub və bir də dediyim kimi də bir dənə qısa metrajlı film olub. O da hələ çıxmayıb. Və Tağıyevə qədər də demək olar ki, belə bol filmlərə çəkilməmişəm. Ancaq Almaniyada getdim, çəkildim. Və bir də Azərbaycanda belə də belə deyim, Olimpiyadan sonra Əlvida Şimit oldu, Olimpiya oldu. Ondan sonra demək olar ki, qısa metrajlı 1-2 filmi çıxsa, mən filmə çəkilməmişim. Mən buradayım ilahi də varsan amma. Hə, mən buradayım ilahi. Onu unutmusan. Hə, bir dənə oldu. Yəni ki, deyim ki, mən hər il 3-4 dənə filmə çəkilirəm, yox, olmur elə. Yəni ki, 2 ildən bir, 3 ildən bir nəsə bir film olur, çəkilirəm. Amma elə cəmaatda belə şey var ki, mən bütün filmlərdə varam. O bilmirəm nədəndir. Yəni bilmirəm indi mənim üzüm yadda qalandı. Çox yadda qalandı, ondan ola bilər. Hə, yəni biraz fərqli üzüm var. Ona görə yenə bu. Bir ara ümumiyyətlə lap əvvəllər belə bir şey olmuşdu. Deməli paralel kanalları açırdılar. Hər kanalda serial girdi və hər serialda mən var idim. Belə deyə də 3 dənə kanal idi. Space-də, ATV-də, bir də hansı kanal idi orada. 3 dənə serial gedirdi və üçündə də mən var idim. Deyirlər, hara açıq səni göstərirlər. Amma problem məndə deyildi. Mən bir serial çəkilmişdim 2 il qabaq. Bir seriala keçən, bir seriala indi çəkilirəm. Üçünü indi verirlər, mən neyniyim? Bir Türkiyə-Almaniya filmində də oynamışdın. Ararat filmində. Hə. O filmdə mən baxdım filmə baxdım mən, sən mənə göndərmişdin də. Maraqlı film idi. Düzdür, məncə rejissor biraz məncə işinin öhdəsindən tam gələ bilmir, amma məncə sən aktyor olaraq çox maraqlı bir obraz yaratmışdın. O proses necə olmuşdu ki, səni dəvət eləmişdilər filmə çəkilməyə? Çox sağ ol. O Engin Kundağın filmidir. Deməli, filmdə əvvəl mən orada bir dənə Ali rolü var idi. Məni əvvəl ora dəvət eləmişdilər. Sonra deyəcəm nə rolü idi. Yəni baxmısan da bilirsən Ali. Əvvəlcə məni ora dəvət eləmişlər və baş rol üçün, Həsən rolü üçün
aktyor axtarırdılar. Və hətta məndən də xahiş eləmişdi ki, Engin ki, Azərbaycanda mənə yaşlı aktyorlar məsləhət gör, ata rolunu oynamaq üçün. Mən də bir çox aktyorların, bir çox deyəndə ki, əsas inandığım, bildiyim aktyorları 1-2 nəfər göndərmişdim. Şəkillərdən də filan belə filmlərindən səhnələr göndərmişdim filan. Amma seçməmişdi. Bu yenə də axtarırdı. Axırda bir gün yazdı ki, mənə ki, Rasim, səninlə bir şey konuşmaq istəyirəm. Dedim, mənə buyur. Deyir, zəng eləyim də. Dedim, mənə zəng elə. Nəysə, zəng elədi, biraz danışdı, oradan, buradan, Hasan belə. Gördüm, Həsən mənə şey eləyir, xırdalır mənə üçün Həsən. Deyirəm, başa düşürəm, mən oxumuşam ssenarini. Həsəni bilirəm. Bunlar mənə niyə deyirsən? Deyir, mən istəyirəm Hasan sən oynayasan. Deyirəm, Engin, axı Hasan mənim üçün elə bir biraz yaşlı olmalıdır. Deyir, tam da kaç yaşın var? Dedim, ondan neçəydi? 40 neçəydi də. Deyir, tam da sənin yaşın. Deyir, o elə yerdir ki, kənd yeridir, gənc yaşda evlənib, qızı nəmlə belə elə. Dedim, əslində rol mənim çox xoşuma gəlir. Amma bilmirəm, mən öhdəsindən gələ bilərəm, yoxsa yox, mən gərək bunun üzərində biraz işləyim. Dedi, sən tamam düşün, filan oxu, bir də oxu, düşün, danışaq, bir yenə konuşaq. Nəysə, elə Hasanı verdilər sənə. Verdilər mənə, qızı verdilər keçələ. Əslində həqiqətən deyirəm, yəni ssenarini oxuyanda çox xoşuma gəlmişdir rol. Qəribə bir şey var aktyorlarda. Ssenarini verirlər, misal üçün. Oxuyursan da, sənə verdikləri rol yox, həmişə başqa rol adam xoşuna gəlir. Çox vaxt elə olur. Burada da elə bir ki, birinci dəfə ssenarini oxuyanda birinci Həsən rolu xoşuma gəlmişdi ki, nə yaxşı roldür. Bunu kim oynayacaqsa yaxşı roldür. Elə oldu ki, sonda özüm oynadım. Ürəyin təmizliymiş. Amma filmin əvvəlcə adı Aynı Frau idi, bir qadın. Yəni filmin adı elə idi. Ssenaridə də adı elə idi. Amma sonra bilməm Avropada mı yoxsa hardansa nəsə bir dənə film çıxdı bir qadın adında. Ona görə rejissor adını dəyişdi və sonra adı Mərmərə oldu. Biz bunu çəkməliydik İzmir zat tərəflərdə deyəsən, səhv bilmirəmsə. Elə demişdilər mənə. Sonra bir müddətdən sonra ssenaridə bəzi dəyişikliklər oldu, filan, hər şeyi dəyişdilər. Gətirdilər Iğdır ərazisinə və Ağrı dağının ətəklərində. Və filmin də demək olar ki, simvolu oldu o dağ. Demək olar ki, filmdə olan hadisələri də uyğunlaşdırdı o dağla. Filmin adını qoydu Ararat. İndi niyə Ararat? Mən o filmin adını hərdən bizdə çəkməyə belə deyəm, biraz qorxuram mı deyim, yoxsa nə deyim? Çünki ehtiyat edirəm. Çünki mənə pul götürmüşdülər ki, dəvət üçün Almaniyaya dəvət edirlər. Filmin belə deyək, əsas rol ifaçısı kimi bankə pul gəlmişdi mənim adıma. Və filmdə yazılmışdı ki, Ararat filmində Hasan nəmlə belə bankda mənə belə qəribə baxırdılar. Deyirəm, valla filmin adı elədir. Mən onlara uzun müddət başa saldım ki, Ararat adının əslində ermənilərə heç bir aidiyyatı yoxdur. Və necə ermənilər Ararat deyirəm, başa düşürəm. Ermənilər əgər ona Ararat deyirsə, o demək deyil ki, o ermənicədir. İndi bank işçiləri belə oturublar. Mən bunu bir neçə nəfərə belə müzakirə yox, danışmışam belə müəllim kimi. Ararat adı Bibliyada keçir. Musa peyğəmbərin deyin, nə bilim, Nuh peyğəmbərin, hətta belə bir şey də var ki, Noy vurşul qarır Ararata, nəsə belə də, güya gəmi dəyib Ağrı dağından nəmlə, Nuh çıxıb ora. Bütün Avropa oranı deyirəm Ararat kimi bilir. Ermənilərin o dağa Ararat deməyi, Rusların və Avropalıların Qafqaza ayaq açmasından sonra belə deyək, başlayıb. Ermənilər mənim oxuduğuma görə o dağa ümumiyyətlə Masis deyirlərmiş. Yəni öz dillərində müqəddəs deməkdir nədir? Müqəddəs dağ deyirlərmiş. Ararat dağı adını sonradan götürüblər və bunlar da başladılar Ararat deməyə. Ararat adı deyirəm, Avropada get kimə deyirsən, dinən hamı o dağa Ararat deyir. Deyirəm, bu normaldır da. Bizdə biz Xəzər dənizinə Xəzər dənizi deyirik. Avropa Kaspiyan denizi deyir. İndi gedək yollarla dava eləyək ki, siz niyə Kaspiyan denizi deyirsiniz? Bunlar belə deyirlər də. Və İranlılar da Mazandaran gölü deyir, nə deyir? Başqa fərqli bir şey deyirlər. Yəni bu deyirəm dünyada, xəritədə normal bir şeydir. Sən bu dağa bir şey deyə bilərsən, Avropalı başqa bir şey deyir. Bu dağda elə. Deyirəm bunun ermənilərə heç bir aidiyyatı yoxdur. Amma yenə də qəribə bir
Çaşqınlıq. Çaşqınlıq var. Ona görə biraz ehtiyat edirəm o. Nə filmdir? Ararat. Hı? Biraz belə qəribədir. Başlığa qoyacağam ki, Ararat filminə çəkilən Azərbaycanlı aktyor. Aktyor. Və filmdə də heç bir siyasi heç nə yoxdur. Film elə bir ki, bir ailədən bəhs edir. Baxmısan da. Bəli, bəli. Ailələr arası bir-birlərinə əlaqənin qurula bilməməsindən. Atadır, anadır və qızdır. Qız Almaniyada yaşayır, ata ilə ana Türkiyədə, Iğdırda, uzaq bir dağ kəndində və qız birdən-birə qayıdır Berlindən, Almaniyadan Türkiyənin kəndinə və hər şeyi qatır bir-birinə. Belə deyək. Orada mən də orada türkü oynayıram, yəni Hasan. Orada. Amma o Hasan biraz əslində səni seçməyi məntiqli idi rejissorun. Çünki o bölgədə ümumiyyətlə Azərbaycanlılar yaşayır, Kürdlər yaşayır və o sənin o danışığında fərqli idi. Yəni sırf belə İstanbul türkçəsində danışmırdı. Elə o da onu istəmirdi. Çünki rejissor özü də əslində Iğdırdandır və Iğdırda mən küçədə gəzəndə çaşırdım ki, elə bilirdim. Ben Naxçıvandayam. Yəni bilim hardayam. Ləhcə çox oxşuyur. Amma biraz belə yormazada qaçırlar. Türkçə sara var biraz. Karsdır, Iğdırdır. Elə bilirsən Azərbaycanlılarla hamısı. Yəni elə Azərbaycanlılardır. Yəni o Səfəvidən Osmanlı arasında davalardan sonra Osmanlıda qalan Səfəvi torpaqlardır belə deyək. Filmi qoyaq bir kənara. Mənə nə maraqlıdır, nədən mütləq danışmaq istəyirəm. Sənin çox yaxşı bir komik potensialın var. Amma hələ ki o komik potensialı düzdür. Əli Sattar sağ olsun səni çəkib olimpiyada da varsan. Əlvida Şmiddə xüsusilə möhtəşəm oynasan. Belə xeyli gülmüşəm də sənə baxanda. Orada ümumiyyətlə bildiyim qədərlə bayaq da dediyin kimi sən komediya ilə başlamısan, daha sonra belə səni ciddi dramlara çəkməyə başladılar. Özünü bir komik aktyor kimi necə görürsən? Məsələn, sənin üçün rahat olurmu o cür obrazlar oynamaq? Bayaq dediyim kimi də, yəni mən əslində teatrda komediya ilə başlamışam. Yəni mən oynadığım ilk pantomimada tamaşalar komediyalar olub. Məsəl üçün Kimdir Müqəssir, sonra nə bilim Şərqə Səyahət filan. Komik belə deyək, rollarla başlamışam. Ümumiyyətlə teatrda. Sonra da Gənc Tamaşaçılar Teatrına da keçəndə yenə də komediya tamaşaları ilə başlamışam. Amma filmdə həmişə məni niyə görürsə sən demiş ciddi rolları çəkirlər. O da Asif Rüstəmovdan başladı filminlə. Yəni hamı belə ciddi, susqun, nə bilim belə kədərli. Və ondan sonra mən heç kim komediya çəkmirdi. Amma mən içimdə var o. Yəni mən çox istəyirəm ki, amma yaxşı komediyada, məsəl üçün Şmid kimi, ya Olimpiya kimi komik rollar olsun, məmnuniyyətlə oynayaram. Və əslində sevirəm bunu. Komik rolları. Amma çəkmirlər də, nə bilim, dəvət eləmirlər. Yəqin bəlkə də şey deyirlər ki, yox ya, bu komediyada oynamaz. Amma nədir o, Tariq Əli Səttar belə deyək, Rüstəm Babazadə ilə o risk elədilər və Rüstəm deyir ki, mən elə onu sənə görə yazmışdım. Mənim maraqlı idi ki, Rüstəm məndə harda görüb o komediya potensialında ki, iminə mənə görə yazıb, misal üçün o personajı. Və filmdə də adı Rasimdir, elə mənim adımı yazıb da Rasim. Yəni mənə görə yazılır. Taksi sürücüsünü oynayırsan. Taksi sürücüsünü Əlvida Şmiddə. Elə personajın adı Rasim deyil, elə mənə görə yazdığına görə adını da Rasim qoyub. Burada maraqlıdır həqiqətən. Sadəcə Rüstəm harda görüb məndə o potensialı. Mənə bir də nə maraqlıdır? Məsələn, oynadığın dram manerası ilə komik obraz oynamaq arasında nə kimi belə bir şeylər var. Təbii bu mənə müəyyən qədər aydındır, amma sənin ağzından da eşitmək istərdim ki, yəni bu texniki olaraq, bir yanaşma olaraq nə kimi fərqliliklər olur da, təbii bir Bu peşət də bu nə bilim, sən dərzisən misal üçün, sənə şalvar da verirlər tikməyə, köynək də verirlər tikməyə. Yəni sən köynəyi də şalvar kimi tiksən, olacaq nəsə başqa bir şey. Yəni nə köynək olacaq, nə şalvar. Ona görə peşət də yəni biləsən ki, harda hansı silahlardan istifadə edirsən, nəyi necə eləyirsən ki, belə olsun. Bilmirəm. Mən həmişə ümumiyyətlə deyirəm, mənim bir dənə fəlsəfəm var. Su fəlsəfəsi də. Yəni mən deyirəm ki, aktyor su olmalı. Həmişə bizə deyirlər, aktyor plastin olmalıdır, nə olmalıdır. Ona görə mən deyirəm ki, aktyor həmişə su olmalıdır. Yəni sən əgər stəkana tökürlərsə stəkanın formasını alırsan, boş qaba tökürlər boş qabanın formasını alırsan, dolçaya tökürlər dolçanın formasını. Elə də komediya, dram, thriller, nə bilim nə. Yəni sən aktyor kimi
o formanı almağı bacarmalısan. Mən bildiyim qədəri ilə biz bunu daha əvvəl də danışmışıq. Sən belə dünya kinosunda yaxından izləməyə çalışırsan, dünya serial və ya filmlər izləyirsən. Onlardan nəsə öyrənmək mümkündürmü və ya ümumiyyətlə bu bir necə bir təcrübədir, tutalım baxırsan və onlardan nəsə götürürsənmi, yoxsa sırf sadəcə özünün belə mənəvi zövq almaq üçünmü izləyirsən? Əsas izləmə şeyin nədir, məqsədin nədir? Mən həmişə filmlərə baxanda bir sözün həqiqi mənasında hərdən unuduram ki, mən məsəl üçün aktyoram. Həqiqətən tamaşaçı kimi film yaxşı filmsə, mən heç nəyə baxmıram. Mən ancaq filmə baxıram və həqiqətən zövq alıram. O mənəvi filan. Bir də olur ki, əgər çox sevdiyim film olanda dəfələrlə baxıram. Artıq növbəti dəfələr baxdıqda artıq aktyor kimi baxıram. Kim nəyi necə eləyir, necə oynayır, nə iş görür, bunu necə eləyir. Daha çox aktyorlara baxıram. Və mən deyim ki, belə bir sirr açım. Mən ilk əvvəllər onlardan çox şey öyrənirdim. Aktyorların misal üçün nəyi necə oynadıqlarına baxıb özüm onları oynamağa cəhd edirdim. Necəsə başqa cür formada. Mən bizim aktyorlardan da elə şeylər çox, misal üçün tərəf müqabili olduğum aktyorlardan çox şey öyrənmişəm. Həqiqətən deyirəm. Misal üçün Qurban İsmayılovla oynayanda, Abbas Qəhrəmanovla oynayanda elə şeylər eləyirdilər ki, mən oynaya-oynaya onlara baxırdım ki, ay Allah, bu necə elədi? Və onu mən özüm sonra başqa-başqa yerlərdə, tamaşalarda filan eləmişəm. Hətta olub ki, filmlərdə də eləmişəm, amma başqa cür formada. Yoxlamışam, belə deyək. Ki, görün mən bunu eləyə bilirəm. Mən bunu eləsəm necə alınır? Daha çox tamaşalarda eləyirəm. Tamaşalarda yoxlayıram. Sonra filmlərdə onu istifadə eləyirəm də, belə deyək. Misal üçün, bir aktyor var idi, mən onunla tərəf müqabili idim. Bir səhnəmiz var idi. Yeyib içmək səhnəsi idi, belə. İkimiz də plan qururduq, kimisə yıxmaq üçün. Həmin adam da elə bir ki, güya məndən istifadə eləyirdi. Məndən istifadə eləyir, hakimiyyətə gəlir, sonra da məni aradan götürür. Və indi növbəti planı qurmuşuq. İndi onun yeyib içmək səhnəsidir, içirik. Götürdük, dedi, hər şey yaxşı olacaq filan, toz kimi. Vurduq və içdik. Mən içəndə buna baxdım ki, bu nə oynayır? O orada elə xırda bir şey oynadı ki, dizimi halaldı. Ondan sonra mən onun elədiyini, misal üçün, bir neçə yerdə yoxlamışam. Yəni, onu belə, bilməm, onu mən indi göstərə biləcəm yoxsa yox. Elə bir ki, vurduq, içən anda belə bir şey elədi. Bir qəribə bir şey elədi. Yəni ki, planını qurdu da, yəni ki, Son bir baxış. Son bir baxış, belə qəribə bir şey elədi. Mən içə qaldım, öncə oynayacaqdım, o yadımdan çıxdı ki, bunu necə oynadı? Yəni mən, belə deyək, aktyorlardan həmişə çox şey öyrəndim. Elə xarici aktyorlardan da, öz aktyorlarımızdan da filmlərə baxanda, misal üçün, inandığım, həqiqətən aktyorluğuna hörmət elədiyim adamların həmişə oyuna fikir verirəm ki, nəyi necə eləyir, nətər oynayır. O dediyin hansı film idi? Məsələn, dedin ki, çox sevdiyin filmlər onda bir dəfələrlə baxıram da. Mən daha çox klassik filmlərə baxırdım. Klassik deyəndə ki, belə də son dövrlərin filmlərinə də baxıram. Daha çox seriallara baxıram son dövrlər. Düzdür, filmlərə də baxıram. Misal üçün, əvvəlki filmlərə çox baxırdım əvvəl. Mən əvvəllər De Niro filmlərinə dəfələrlə baxırdım. Al Pacino filmlərinə dəfələrlə baxırdım. Hopkinsin filmlərinə dəfələrlə baxırdım. Nə bilim, indi düzdür onlar hamısı qocalır, amma mən onların filmlərini demək olar ki, hər birinin hər filmini yalan olmasın bir 5-6 dəfə izləmişdim. Ən çox De Niro filmlərini izləyirdim, düzdür, cavama. Ən çox da Probuzeniya filmi var idi, ona çox baxmışdım. Robin Williams'la oynayır. Bildim. Onun özünə xas bir İtalyanski bir şey də var, belə yarı şeydə belə biraz həm mafiyos, həm belə bir əsəbi bir obraz şeyli var, tipologiyası var elə bir. Amma o filmdə, o filmə nəyə görə baxırdım? Orada o xəstəni oynayır. Bilməm, baxmısınız o. Mən bildim hansı filmdə, amma yox, baxmamışam. Arası 92-də zətdə çəkilib o film. Çoxdan filmidir. O xəstəni oynayır belə.
Robin Wilson həkim olur. Bunu tədricən sağaldır. Və sonra təzədən belə də maraqlı bir filmdir. Ən çox o filmə baxmışam De Niro'nun. Sonra həm çox filmlərə baxmışam. Yəni mən hər dəfə onlara baxdıqca biliyorsan özüm həmin səhnələri oynayırdım evdə, nə bilim teatrda, tamaşalarda. Bəlkə də mənim belə deyək də necə deyim, nəyisə bu gün eləyə bilirəmsə, nəsə bacarıramsa, onların da çox böyük əməyi var. Çünki mən onlardan baxıb öyrənirəm. Mən filmə sadəcə həm film kimi baxmıram da, həm də öyrənirəm. Deməli, aktyorlar əslində Robert De Niro'nun adını çəkməyin yaxşı oldu. İndi sənə bəzi mən aktyorlar deyəcəm, onları xarici aktyorlar, onları müqayisə eləyəcəyik. Görək kimi daha çox sevirsən. İnsanların ən çox belə diqqət göstərdiyi kontentlərdən biri budur. Deməli, Tom Cruise yoxsa Brad Pitt? Brad Pitt. Brad Pitt yoxsa Johnny Depp? Brad Pitt. Brad Pitt yoxsa Joaquin Phoenix? Joaquin Phoenix yaxşı aktyordur. Mən xoşuma gəlir. Amma Joaquin Phoenix mənə görə daha çox misal üçün psixi xəstə fason rolları daha yaxşı oynayır. Mənə görə. Amma Brad Pitt Brad Pitt yoxsa Javier Bardem? Javier Bardem. Javier Bardem yoxsa Nicolas Cage? Javier Bardem. Javier Bardem yoxsa Jim Carrey? Jim Carrey əslində çox yaxşı aktyordur. Yəni mən o hər dəfə misal gətirirəm. Onun o ən belə axmaq komediyaları var. O limuzin şoferini oynayır, sürücüsünü oynayır. Mən birinci dəfə ona baxanda onun oyunundan şoka düşmüşdüm. Deməli qıza deyir ki, mən səni sevirəm. Qız da buna uzun danışır deyir ki, yəni ki bizdə alınmaz da, yəni mənim sənə hə deməyim 99,1%-dir də, %1%. Jim Carrey orada bir dənə oyun oynayır. Böyle də ağlayır. Значит, у меня есть şans. Keçidi elə eləyir, möhtəşəm oynayır da. Amma Javier Bardem. Javier Bardem yoxsa Colin Farrell? İkisi də yaxşı aktyordur. Colin Farrell də çox istəyirəm, yəni aktyor kimi. Javier Bardem də qalaq hələ ki. Javier Bardem yoxsa Harry Oldman? Harry Oldman. Daha doğrusu Gary Oldman. Harry Oldman da əslində biz Harry deyirik. Harry Oldman. Gary Oldman yoxsa Antonio Banderas? Antonio Banderas son dövrlər çox yaxşı filmlərdə oynayır, yaxşı oynayır sözün həqiqi mənasında. Yox. Gary Oldmandan davam edək. Gary Oldman yoxsa Denzel Washington? Denzel Washington yaxşı aktyordur və maraqlı rolları var. Amma Harry Oldman hələ ki. Gary Oldman yoxsa Robert De Niro? Robert De Niro mən ən çox sevdiyim aktyor olub gəncliyimdə. Çox sevmişəm. Hətta o qədər onun belə deyək fanatı olmuşam ki, onun bütün filmlərinə dəfələrlə baxırdım və yazırdım ki, hansı filmə baxmışam, hansı film qalıb. Amma indi belə deyim də, yəni konkret hansısa bir sevdiyim aktyor yoxdur. Aktyorlar var. Çünki yaşlaşdıqca adam o Robert De Niro. Robert De Niro yoxsa Christian Bale? Robert De Niro. Robert De Niro yoxsa DiCaprio? DiCaprio çox yaxşı aktyordur. Doğrudan, yəni onun karyera yüksəlişinə baxanda, oynadığı rollar və aktyor kimi inkişafına baxanda adam həsəd aparır ki, yəni adam bunu necə eləyib? Yəni özlərində işləyib, bunu necə belə deyək, işləyiblər bunun üçün. Çox yaxşıdır. Amma Robert De Niro'nu çox istəyirəm onu. Robert De Niro yoxsa Jack Nicholson? Robert De Niro. Jack Nicholson bir dənə şey deyim. Jack Nicholson ən çox sevdiyim filmi Ququ quşu yuvası üzərindən uçuş filmidir də. Çox yaxşı aktyordur. Və hətta deyirəm ki, o biraz bizdə misal üçün o grotesk sayılır onun oyunu, o hər şey belə grotesklə oynayır. Və ona yaraşır. İşləyir onda. Onda işləyir və onda orqanikdir. Amma Robert De Niro. Robert De Niro yoxsa Seymour Hoffman? Allah rəhmət eləsin. Yaxşı aktyordur Robert De Niro. Robert De Niro yoxsa Al Pacino? İkisi də yaxşı aktyordur. Al Pacino'nun ən çox sevdiyim aktyor kimi oynadığı rollarından biri qadın ətridir. Yəni onun yaxşı filmləri çoxdur.
Hə, лицо çapıqlı üz. Robert De Niro. Robert De Niro yoxsa Anthony Hopkins? Çox çətin vəziyyətdə qoyursunuz. Əslində onların hamısını sevirəm. Misal üçün ayırmaq olmur da Anthony Hopkinsin elə xırda oyunları var ki, elə Ata filmində filan. Möhtəşəm oynayıb Atada. Çox möhtəşəm oynayır. Niyə belə edirsiniz? Böyük ustaddılar axı onlar hamısı. Mən də bilirəm də. Qalım Robert De Niro'da ev yox. Robert De Niro yoxsa Daniel Day-Lewis? Oynamıram səni. Son zərbəni də vurdum hə. Hamısı yaxşıdır. Sadəcə mən nədir o? Vəfa şey var da sədaqətli qalmaq. Sevgimə xəyanət eləmək istəmirəm, gənclik sevgim. Amma Day-Lewis böyük aktyordur. Mən bu sorğuda o vaxtı Day-Lewis-i seçmişdim axırda. Sənin seçimin isə Robert De Niro oldu. Robert De Niro, hə. Çünki mən nəyə görə deyirəm Robert De Niro? Daha çox onda qaldım. Mən gənclikdən ona baxmışam və sözün həqiqi mənasında ondan çox şey öyrənmişəm. Baxa-baxa. Düzdür, Bəxtiyar mənim bir dənə söz var, baxmaqla öyrənmək olsaydı, itdən yaxşı qəssab olardı. Amma olur, öyrənmək olur. Deməli mən bu xarici aktyorları soruşandan sonra istəyirəm bir də nədən danışaq. Sən həm də teatr aktyorusan, teatrdan gəlirsən. Ümumiyyətlə bizdə əksər aktyorlar teatrdan gəlir. Mənə o maraqlıdır ki, sən kino aktyorluğu ilə teatr aktyorluğu arasında necə texniki oynamaq fərqləri var və yanaşma fərqləri necə olur? Mənə ən çox bu maraqlıdır. Təbii ki, sənin perspektivindən. Mən ümumiyyətlə teatra pantomimadan başlamışam da belə deyək. Düzdür, ilk bir il az Akademik Milli Dram Teatrında işləmişəm. Sonra 97-ci ildən Dövlət Pantomim Teatrında, indiki Dövlət Pantomim Teatrında o vaxt Pantomim Teatr studiyası idi. Sonra Gənc Tamaşaçılar Teatrı, Yuğ Teatrı filan. Mən pantomima teatrına nəyə görə dedim? Başladığıma görə daha çox teatral idi məndə hər şey. Bədən hərəkətləri, çünki bizdə hər şey plastik və mimika idi. Hər şeyi göstərməyə çalışırdıq. Belə daha şişirdilmiş formada. Və Gənc Tamaşaçılar Teatrına gələndən sonra da məndə o var idi. Amma mən ki universitetə daxil olanda kino deyib gəlmişdim. Cəlal Məmmədquluzadə demişkən. Sizi deyib gəlmişəm. Sizi deyib gəlmişəm. Mənim əziz müsəlman bacı və qardaşlarım. Kino deyib gəlmişdim deyə mənim fikrim kinodaydı. Düzdür, məni çəkmirdilər heç vaxt. Yəni nə qədər kastlara girdim filan heç vaxt məni çəkmirdilər. Hərə bir şey deyirdi. Amma belə deyək, mən məqsədyönlü şəkildə yapışmışdım ki, yox, mən kinoya çəkiləcəm. Və teatrda mən düşünüklü şəkildə oyunumu yığmağa başlayırdım. Hətta mən bunu bir neçə yerdə demişəm, rejissor tamaşa qururdu. Mənim yerlərim olanda zaldan qışqırırdı ki, biraz iri oyna, görmürəm nə edirsən. Kulisdə Vüsal var idi, Mehrəliyev aktyor. İndi Rusiyadadır. O deyirdi ki, müəllim oynayır, mən görürəm, amma kinoşun oynayır. Yəni belə zarafata da salmışdı onu. Uzun müddət teatrda onu hamı deyirdi. Yəni mən bilərəkdən oyunumu kiçildib belə ekran kino oyun səviyyəsinə salmağa çalışırdım bilərəkdən. Mən hələ əvvəllər onu bacarmırdım. Yəni nə mənada bacarmırdım, ayıra bilmirdim. Ya kino kimi oynuyordum, teatr yaddan çıxırdı, ya da teatr oynuyordum, kino yaddan çıxırdı. Şeyi bölüşdürə bilmirdim, necə deyim, belə ayıra bilmirdim ki, nəyi necə eləyim ki, mən axı indi teatr səhnəsindəyim. Mən burada kino kimi oynasam, axırıncı sırada oturan görməyəcək və rejissor kimi qışqıracaq ki, heç nə görmürəm, bu kimdir, niyə buraxmısınız filan. Belə. Mən ilk əvvəl onu teatrda, belə deyək, şuurlu surətdə başladım eləməyə. Yəni, öz oyunumu qısmağa, kiçiltməyə, kino üçün oyun səviyyəsinə endirməyə. Tam ora endirdim, sıfıra endirdim oyunumu teatrda. Məşqlərdə filan, tamaşalarda. Deyirəm, uzun müddətdə rejissorlar mənə şey dedilər ki, sən çox xırda oynayırsan, biraz şişid, biraz axırıncı sırada oturan var, cəmaət gəlib sənə baxmağa filan belə-belə. Mən o şuurlu surətdə eləyirdim.
onu əldə eləyəndən sonra başladım artıq fərqi belə deyək oyun tərzində ayarlamağa ki, kino oyun tərzi nədir, teatr oyun tərzi nədir? O fərqi balanslaşdırmağa. Ona da mənə kömək oldu Yuğ teatrı. Mən uzun müddətdə Yuğ teatrında işlədim. Yuğ teatrında səhnə daha balaca idi deyə, tamaşaçılar daha yaxındaydı deyə, yəni İtalyan belə deyək ramkasında oynadığım kimi Yuğ teatrında oynamırdım. Və mən həm Çuzda, həm Yuğda tamaşalarda oynadığıma görə o şeyi hiss eləməyə başladım. Çünki bugün Gənc Tamaşaçılar Teatrında tamaşam var. İtalyan ramkasıdır, böyük səhnədir, başqa oyun tərzidir. Səhəri Yuğda oynuyordum. Tamaşaçı burada üzbəüz, orada oynadığım kimi oynamırdım. Və mən bunu artıq anlamağa başladım və belə deyək, tətbiq eləməyə başladım. Ki harda necə oynamaq lazımdır, belə deyək. Belə artıq mən indiyəcən də məndən soruşanda ümumiyyətlə filmlərdə də işləyəndə köməkçi kimi, assistent kimi, nə aktyorlar iş üzrə. Həmişə deyirəm ki, mənim üçün teatr, kino aktyoru yoxdur. Mənim üçün aktyor var. Amma sadəcə o oyun tərzini ayıra bilən aktyor var, ayıra bilməyən aktyor var. Yəni deyirlər, sən kino aktyorsan, teatrda oynayamırsan. O yanlış şeydir. Sadəcə aktyor, peşəkar aktyor o fərqi hiss eləməlidir, özü ayarlamalıdır ki, mən həmişə deyirəm, teatr oyun tərzi ilə serial oyun tərzi və film oyun tərzi üçü də başqa-başqa oyun tərzilərdir. Yəni çox cüzi fərqləri var üçünün bir-birinin arasında. Amma var. Məsəl üçün teatrla serial arasında cüzi fərq var. Serialla kinonun arasında cüzi fərq var. Amma var. Teatrla kino arasında biraz fərq böyükdür. Çünki ortada serial. Yəni o fərqi hiss eləsən, o fərqi ayarlaya bilsən, yəni sən kinoda oynadığın kimi teatrda oynasan, deyəcəklər zəif aktyordur, ya şey deyil. Və yaxud da teatrda oynadığın kimi kinoda oynasan, deyəcəklər, çox şişirdir. Pafosludur. Pafosludur, nə demək. Yəni onu hiss eləmək lazımdır. Belə deyək də, yaxın döyüşdə xırda qılıncla döyüşməlisən, uzaq döyüşdə nizə ilə filan belə. Sən hansı döyüşdə hansı silahı işlətməyi özün döyüşçü kimi bilməlisən. Bilməm, bəlkə də bu dediyin söhbətlər biraz normal tamaşaçı üçün sıxıcı gələ bilər, amma aktyorlar bundan xeyli şeylər öyrənə bilərlər məncə. Mənə bir də bu maraqlıdır ki, sən Azərbaycan kinosunun ümumi gedişatı haqqında nə düşünürsən? Ümumi necə görürsən Azərbaycan kinosunu? Mən Azərbaycan kinosunu mən həmişə bu sualı verəndə deyirəm ki, mən optimist adamam. Kino barədə doğrudan optimistəm. Mən inanıram həmişə. Ən pis vəziyyətdə belə inanıram ki, yaxşı olacaq. Olmalıdır. Sadəcə bizdə bilmirəm nə etmək lazımdır. Bizdə ən əvvəl, yenə deyirəm, bu kinonun inkişafı üçün ən əvvəl o bazarı yaratmaq lazımdır. Öz bazarımızı yaratmaq lazımdır ki, kino sənətdən əlavə həm də biznes belə deyək şeydir də, daha çox maliyyə tələb edən bir şeydir və bu maliyyə də gəlməlidir ki, filmə xərclənsin. İndi bizdə bir dövlət verir, bir də kino özü də qazanmalıdır. Ona görə də bu bazarı yaratmaq lazımdır ki, tək dövlətdən asılı qalıb gözləyək ki, nə vaxt dövlət bizə pul verəcək, biz film çəkəcəyik, onda az olacaq film. Bilməm necə deyim. Amma həm də müstəqil kino bazar olsa, müstəqil kino inkişaf eləsə, daha çox kino çəkilər, daha çox inkişaf gedər. Təcrübə də artar. Təcrübə də artar. Çünki bir var ildə 4 dənə, 5 dənə film çəkilir. Bir də var 10-15 dənə film çəkilir. Nə bilim 20 dənə film çəkilir. Onda işçi də, iş yerləri də çoxalar, təcrübə də çoxalar, bu sahəyə gələnlər də çoxalar, çəkə-çəkə öyrənənlər də çoxalar. Yəni bir var sən 4 ildən bir dənə film çəkirsən, bir də var hər il nəsə çəkirsən, yavaş-yavaş Ruslanın bir dənə sözü var, ruku nabit, əlini öyrəşdirmək şey. Yəni o daha yaxşı. Birinci bazarı düzəltmək lazımdır. Kinoteatr sistemi, nə bilim, bütün rayonlarda, bütün hətta kəndlərdə belə klublar açılmalıdır ki, filmlər ora getsin.
Deməli, mən sənə təsadüfi Azərbaycan filmləri verirəm və 2-dən 10-a qədər sən onları təsadüfi olaraq bölürsən. Birinci yer isə istədiyin Azərbaycan filmini deyə biləcəksən ki, bu filmi mən birinci yerdə görürəm. Ona görə başlayırıq. Böyük dayaq. 6. Qızmar günəş altında. 7. Aha. Arxadan vurulan zərbə. Arxadan vurulan zərbə 5. Üzeyir ömrü. 8. 8. Yük. Yük 6. 6 dedin. Demişəm. Böyük dayağı demirsən 6. 5 bəs. 5, 6, 7, 8 bunları demirsən. Yük 4. 4. Alma almaya bənzər. 10. 10. Yaramaz. 2. Qanun naminə. Hansılar qalıb? 3. 3 və 9 qalıb. 3 və 9. Qanun naminə 9. 9. Yenilməz batalyon. 3. 3. Bəs birinci yer? Şərikli çörək. Birinci yer şərikli çörək. Əla. Məncə maraqlı sıralama oldu. Bunu axırda toplayıb belə Azərbaycanlı aktyor və rejissorların top 10-u kimi bir şey formalaşdıracağam axırda. Son olaraq istəyirəm biraz bundan danışaq ki, özün üçün xəyalında olan hansısa bir obraz varmı? Necə bir obraz oynamaq istəyərdin aktyor olaraq? Aktyor olaraq mən həmişə deyirdim ki, gənclikdə də Əmir Teymur oynamaq istəyirəm. Amma indi konkret olaraq hansısa bir personaj filan yoxdur beynimdə ki, bunu mən oynamaq istəyirəm. Amma maraqlı personajlar istəyirəm. Çox istəyirdim hansısa bir tarixi personaj oynayım. Amma bilirsən necədir hacı? Ssenarini oxuyursan, əgər oynamalı bir şey olmayanda adam qalırsan belə ki, ay Allah, mən burada nə edeyim? Ona görə kim olur olsun, nə rol olur olsun, nə personaj olur olsun, sənin üçün oynamalı bir şey olsun, maraqlı olsun. Mən bayaq deyirdim, məsəl üçün Nağıyev mənim üçün daha maraqlıdır. Çünki Nağıyevdə mənim üçün oynamalı çox şey var. Yəni o həyatı maraqlıdır mənim üçün, dünyaya baxışı, dini, nə bilim, imanı filan. Yəni personaj özü maraqlı olsun. Bir rəngli olmasın. Yəni yaxşı adamdır, yox. Ona görə belə konkret hansısa bir personaj elə bir şey yoxdur. Maraqlı olsun, mənə maraqlı olsun, ruhu maraqlı olsun mənə, içi maraqlı olsun, həyatı maraqlı olsun. Bilmirəm necə başa salım, necə deyim. Məsələn, əslində başa düşdüm. Mən başa düşürəm ki, yəni daha çox aktyor texnikasını, aktyor bacarıqlarını sərgiləyə biləcəyin obraz olsun ki, belə qəlib olanda ondan çıxmaq olmur da, yəni. Hə də, yəni ki, oynamalı bir şey olsun. Adam boş adamı niyə oynayasan? Yəni belə də bir rəngli adamı niyə oynayasan? Onun üçün əksərən deyirlər ki, məsələn, pis obraz oynamaq daha maraqlıdır. Daha maraqlıdır. Hə, çünki nəsə oynamalı nələrsə olur. Təzadlı adamlar oynamaq daha maraqlıdır. Yəni ikili xasiyyətlə belə bilməmi. Onlar daha maraqlıdır. Yəni oynamağa nəsə var. İçində eşələnməyə, qurtdalanmağa, axtarmağa nələrsə var. Buradan bir ənənəvi sualım var, ora keçim ki, Azərbaycan kinosu üçün nə arzulayırsan? Əslində bayaqları biraz danışdıq bu haqda. Amma konkret olaraq nə arzulayırsan Azərbaycan kinosuna? Azərbaycan kinosuna hər şey. Azərbaycan kinosuna arzu edirəm ki, Azərbaycan kinosu olsun. Dünyada Azərbaycan kinosu məhvumu yaransın və necə deyim, tanınsın, məşhurlaşsın. Yəni necə ki, indi deyirlər bu Hind filmidir, bu İran filmidir, bu nə bilim nə filmidir. Koreya filmi var. Yəni bu məhvumlar var da, Hollywood filmi. O məhvum Azərbaycan filmi deyə bir məhvum da yaransın. Məsəl üçün hansısa bir festivalda baxanda desinlər ki, bu Azərbaycan filmidir. Daha çox ayaq açaq festivallara, daha çox yerli filmlər istehsal olunsun, həm kommersiya, həm hər şey daha çox olsun. Daha çox maliyyə ayrılsın, daha çox pul gəlsin bu sahəyə, bu sahə daha çox gəlirli sahə olsun, bu sahəyə peşəkarlar gəlsin, necə deyirlər, yeni kadrlar gəlsin və hamı ürəklə gəlsin. Deməsin ki, görəsən gəlsəm ac qalmaram ki. Maraqlı arzular əslində daha çox və daha yaxşı olması məncə hamımız istəyirik. Bayaqları dedin ki, dünya kinosuna baxırsan və orada çox şey öyrənirsən. Bəs son olaraq izlədiyin və ya ümumiyyətlə sevdiyin bizə 3 film, 3 serial tövsiyə etməyini istəyərdim. Belə birinci ilə klassik bir film deyəcəm. Çünki bəlkə də ona çox adam deyir. Fikirləşərlər ki, hamı deyir. Xaç atası filmi, misal üçün mən onu tövsiyə eləyərdim, hamı baxsın. Çünki həqiqətən
o kinematografik baxımından hər mənada dərslikdir. Həm rejissorlar üçün, həm aktyorlar üçün, həm də belə deyək, operatorlar üçün. Çünki orada Marlon Brando var, Robert De Niro var, Al Pacino var. Yəni Robert Əjdahalar. Duvall var. Hamı var. Əjdahalar var orada. Yəni ki, öyrənməli çox şey var orada. Amma belə misal üçün tövsiyə edəcəyim 3 film yadıma düşən son dövrlər baxdığım deyə bilərəm. Yəni deyim ki, sevirəm. Lap o da deyil, amma yaxşı, maraqlı filmlərdir. Misal üçün Yıxılmağın Anatomiyası filmi. O film bu yaxınlarda deyən ki, bir xeyli vaxtı baxmışam. İndi yadıma düşən. Çox maraqlı filmdir. Film mənim çox xoşuma gəlmişdi. O bir də Victoria filmi var. Alman filmidir, səhv eləmirəmsə. Victoria filmi 2015-ci ya 2016-cı ilin filmidir. Hətta Berlin Film Festivalında da mükafat alıb. Filmin şeyi də belədir. Bir şəhər, bir gecə, bir plan. Yəni film başdan axıracan bir plandır. O da çox maraqlı filmdir. Yəni tövsiyə edəcəyim 3 film var. Xaç atası, Yıxılmağın Anatomiyası və yadıma düşənlər. Victoria. Və seriallar? Seriallar da, ay Allah, son dövrlərə baxdığım seriallar. Axırıncı baxdığım seriallardan biri Tehran idi. Tehran, yəni maraqlı serialdır. Baxmaq istəsəz baxa bilərsiniz. Tehran. Sonra son dövrlərə baxdığım seriallar düzdür, o qədər də çox belə deyim ki, sevdim. Yeniyetmə serialıdır. Və sonra nə? Xeyli gündəm olmuşdu. Adolescence. Bir ara xeyli gündəm oldu. Və bir dənə yadıma düşən nə serial? Şeytanın Günü. İndi yadıma düşdü. Şeytanın Günü. Cenk Şakala belə bir seriala da baxmışdım. O da yaxşı idi. Ona daha çox aktyora görə baxırdım. Çünki o aktyor, baş rolda oynayan aktyor, o fizik var ya, bir dənə Əlil. Hə. Onu oynayan Stephen Hawking oynayan 2014-dəki filmdə oynayan. 2014-dəki filmi oynayan aktyor oynayır baş rolda. O aktyora görə baxırdım o seriala. Yəni biraz belə aksionu filan sevən adamlar üçün maraqlı gələr yəqin ki. Belə, yəni ümid edirəm ki, tamaşaçılarımız üçün də maraqlı oldu. Mənim bütün suallarım qurtardı. Sənə öz təşəkkürümü bildirirəm ki, vaxt eləyib gəldin, danışdıq, xeyli mövzulara toxunduq. Sən sağ ol ki, çağırdın. Çoxdan belə danışmırdım. Uzun-uzadı, yüngülləşdim. Gördüm sən, yaxşı oldu. Ümid edirəm ki, bu videodan sonra artıq səni yeni filmlərə dəvət eləyərlər. Yəni gördüyünüz kimi Rasim hər an filmə çəkilmir. Sadəcə çox uğurlu obrazlar yaradır deyə yaddaşlarda qalır. Elə bir şey var. Ümid edirəm bu videodan sonra onu dağıtmağı bacardıq. Görək. Oldu Rasim. Çox sağ ol. Sənə minnətdaram gəldiyin üçün və sizə də izlədiyiniz üçün minnətdaram. Öz fikirlərinizi, düşüncələrinizi bizimlə rəydə bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın və daim filmlə qalın.